üstünlüğü verecek bir şey. Birinci raundun 9 olmayan Kirince Pereira udub. Aha. İkinci round başlayacak. Şarabullet'i hazırladılar. Maraqlıdır. Bu dəfə necə bir döyüş izləyəcəyik. Hakim xəbərdarlığını da etdi. Hər şey hazırdır. Bəli. İkinci round başlayır. Mənə görə Şarabullet ikinci roundda əvvətini çıxa biləcək mi birinci 5 dəqiqənin? Çok necə bir döyüş izləyəcəyik. Şara ilerlemeye çalışır, rəqibin üstüne gitmeye çalışır. Məsafəni bağlamaya çalışır ama Michel Pereira sanki biraz kaçır. Rəqibindən. Mənə gəlir Şara Michel Pereira başa düşür ki, bura oynamaq yeri değil. Daha ciddi görünür əvvəlki döyüşlərlə müqayisədə. Çünki Şara ilə zarafat keçmir. Aha. Aha. Yenə də göstərdi bir qığılcımlar var. Sanki. Sonradan front kicki. Çalışır bir nömrə istəsin. O başa düşür ki, birinci raundu tutub. Aha. Cavab vermək lazımdır, əvvəlini çıxmaq lazımdır. Zərbələrdə o knockdown əvəzində nəsə etməlidir. Çünki hakimlərin seçiminə qalarsa Pereira'nın şansı daha çoxdur. İndiki vəziyyətdə. High kick yoxladı. Şarabullet o qədər də yaxşı alınmır indi. Low kicklərlə rəqibi tarazlığını bozmağa çalışır Pereira'nın. Front kick. Cevabı gelir Pereira. Öz məsafəni tuta bilmir hələ. Şara Magomedov. Pereira daha çok kaçır sanki. Mövqe değişikliği edir tez-tez. Mesafəni koruyur. Ve ardıcıl. Middle kickler. Şarabullet'ten. Şarabullet Pereira'nın qabaq ayağına çox güclü zərbələr endirib. Keyitmeye çalışır. Artıq görsənir ki, keyidir. Aha. Çünki tez-tez dəyişir ayaqlarını. Məcburdur onu dəyişməyə və sol ayağında da qızartılar var Pereira'nın bəli. Eyni yerə zərbələr endirir. Birinci raundun son saniyelərində indirilən zərbələrdir. Onların bəlkə də təsiri var indi. Müəyyən keymələr. Baş verdikcə o ağrılar gələcək. Və ayağın hərəkəti azalacaq Pereira. Üçüncü raundda fərqli Pereira izləyə bilərik. Əgər üçüncü raunda qədər uzanarsa. Front kick qüvvətli alındı front kick. Qarın nahiyəsinə aşıq ayaqla zərbəsi. Şarabullet'in. Yəni bu high kick yoxladı, boşluğa gedir zərbə. Şara ayaqlarından çox yaxşı istifadə edir. Və indi. Və yenə Pereira arxa əli ilə, sağ əli ilə. İstədi kimi alınmadı. Backflip. Şarabullet'in sevdiği zərbələrdən biridir. Asmışdır o barədə. Son 2 dəqiqə başlayır. İkinci raundda və Şarabullet sanki yaxınlaşmağa çalışır Pereira. Pereira qaçmağa davam edir. Məsafəni qorumağa çalışır. Gözləyir. Magomedovun devamlı girəcək zərbəni qarşılamaq. Əks ucunda gözləyir. Yüzündə qarşılamaq istəyir. Magomedov ələk zərbələr yaxşı alınmadı. 2 huk zərbəsi. Boşluğa geçti Magomedov. Şara indi. Rəqibin üstüne geçmeye çalışır ama Pereira sanki biraz merkeze keçirtdi mübarizəni. Oktavonun mərkəzinə. Aktivliyi götürmək istəyir, daha çox bir nömrə demək istəyir Pereira. Kifayət qədər müdafiə oturdu. Bəli, raundun axırıdır və aktiv hərəkət eləməlidir ki, bu raunda uda bilsin. Mən yaxallar verilsin ən azından aktiv nə yazılsın. Son 50 saniye, ikinci raundda Şarabullet imkan aktarır. Dayanmaq istəmir.
Yine bir nömrəlidir. Hücum edən tərəf Şarabulletdir. O da sanki biraz hareketli rəqs etmeye başlıyor. Ferreira'dan da biz O birinci müəyyən hareketler görürük. Spinning kick. Yaxşı olunmadı ama Jack pis değildi. Şarabullet'ten. Şimdi front kick'te. Az qala ayağını təhvil verəcəkdi Ferreira. Son 10 saniye. Az o gün dedim ki, rahat Raksabaki'ye Gürcistan'ı geçişleri nihayet. girdim. Ferreira'dan Dedim rahat Gürcistan'ı. ikinci round her iki idmançı birbirinden çekilirdi. Biraz. Ama daha çok güman ki Şarabullet'e verilecek bir round. Aha. Daha çok bir nömre kimi işleri, daha çok Hücuma giden taraf oldu. hücum taraf oldu. Evet. Boşluk aktardı. Ben filmde üçüncü round Halledici olacak. halledici oldu. Yani round zorba götürsək 1-1 diyebiliriz yani. Michel Ferreira'nın 66 zərbə cəhdinin 45'i dəqiqə alınır. İkinci roundda demək var ki, zərbə indirməyib. Dəqiq zərbəsi olmayıb Ferreira'nın. Çok maraqlıdır. Yani bu 45 rəqəmi birinci roundun sonunda da beləydi yani dəqiq zərbəsi. Sıfır vəziyyətində Nəzarət 42 saniye Şara Magomedov dolluğu aldı. 3 dəqiqə 24 saniye Michel Ferreira'dadır. Bu da maraqlı bir üstünlüydü. Bu birinci raunda məxsus bir statistikadır əlbəttə. Və sonuncu 50-ci raund başlayır hörmətli tamaşaçılar. Son 5 dəqiqə start götürür. Michel Ferreira biraz daha aktivliği gösterir sanki. Her şeyi üçüncü round halledecek. Sizce İbrahim Əlim knockout ehtimalına qədərdir? Nerede? Round kaldıkça çoğalır. Aha. Vaxt aldıkça Vaxt getdikcə bəli. knockout ehtimalı çoxalır. Şara yoxlayır. Low kicklə cavab verdi ona. Ferreira indi bir front kick. Qarın nahiyəsinə. Bəli, burada açıq üstünlüyü görürük zərbələrdə. Statistikamızda təqdim etdilər roundlar üzrə. Şaranın ikinci roundda üstünlüyü var. Bir low kick daha. Ayak zərbə. Boşluk tapan kimi ayağa zərbə indirməyə çalışır. Şara. Ferreira ise çaştırır sanki rakibi. Yani Ferreira'nın kısa hücumunu izledik. Zərbələr alınmadı. İkili kombinasiya yoxlamaq istəyirdi. Yani bir front kick. Magomedov'dan low kicklə cavab verir Ferreira. Qarnına bir jab zərbəsi. Ferreira sanki daha aktif görünür. Yaxşı qarşılayır bu dəfə. Daha aktifdir nəinki ikinci round. Magomedova Başa düşür ki bu round halledicidir. aha. Həlledici olduğunu anlayıb artıq və indi görək Şara nə edəcək? Bir front kick daha Şara Magomedov'dan. Bu huk zərbəsi yaxşı alındı Ferreira'nın. Müəyyən qədər bağlaya bildi zərbənin qarşısını. Şarabullet ama sanki Ferreira azqal istədiyini etdi. Puantada keçirəcək mi? Ferreira və çətin vəziyyətə düşürmüşsə. Yox, çıxacaq vəziyyətdən çıxdı. Yenə ayağı üstə davam edəcəkdi. Üç gözünə barmaq dəyir deyəsən. Ferreira'nın. Olur belə hadisələr. Tez olur o hadisələr, bəli. Bu kontrol eləmək hər dəfə olmaz. Ha. Bəli, bəli. Burada açıq aydın görünür yəni o. Mən inanmıram ki, bunu bilərəkdən etsin. Şarabullet. Döyüş Bəli, sadəcə müəyyən məsafəni saxlamağa çalışırdı. Rəqibi itələyərək və gözünə təsadüf etdi barmaq. Amma hər şey qaydasındadır. Döyüş davam edəcək. Özünə gəldi. Gözlər görür. Özünə oxşatmağa çalışırdı sanki Şarabullet rəqibi.
Gördün sana. Çok güman ki devam edecek. Tabii ki, tabii ki. Şərtləri bərabərləşdirmək istəyirdi Şarabul və tamam olmadı. Ferrera'da her şey qaydasındadır və son 2 dəqiqə yarım. Mübarizədə və Şarabul'un görək. Bu da bəkə həmləsi necə olacaq? Rəqs eləməyə başlayıb artıq Ferrera. Tamamın yarısı bitir, qalıb. Hörmətli yarısı indi aktivlik çoxalmalıdır hər iki tərəfdən. Vaxt getdikcə azalır. 2 dəqiqə 20 saniyə qalır. Low kick zərbələri ard-arda Ferrera'dan. Neyse etmeye çalışır. 3. low kick'i. Akrobatik hərəkətlər gələcək sanki. Bu hiss olunur yavaş-yavaş. Michel Ferreira nəsə etmeye çalışır. Bu cross yaxşıydı. Cavab vermeye çalıştı Şarabulya qardaşı. Şef və crosslar. İkili kombinasiya Michel Ferreira'dan. Heç də pis alınmadı. Şarab bıraktı 2-3 zərbə ard-arda. İlk zərbələriydi. Qarşılıqlı zərbələrlə. Bu şef də yaxşıydı. Və ikili kombinasiya. Və bir də high kick zərbəsi. Magomedov'dan başı ayaqla zərbə indirdi. Backflip yoxlayıb alınmadı. Son 1 dəqiqə 12 saniyə qarşılaşmada. Və indi yerə yıkmağa çalışırdı Ferreira rəqibi ama özü sanki. Yerə yıkıldı və indi arka qalxdı idmançılar. Ayaq usta davam edəcək yəqin döyüş. Ferreira'nın bu parçada gitme cəhdləri yorğunluqdan irəli gələ bilərmi? Axırın zərbələri etdiyində üstün tutarsın, yerə yıxsın və öz işini tutarsın yerdə. Aha. Hakimlərin qərarına təsir etmək istəyirdi. Alınmadı. Və Şara imkan tapdıqca başa zərbələr endirib. Bəlkə də bu zərbələrin bir təsiri olacaq hakimlərin qərarına. Son 20 saniyə. Döyüşdə və maksimum aktiv olmağa çalışır Şarabolet. Və front kick yaxşıydı. High kick alınmasa da Şaranın bir zərbəsini izlədiyi huk zərbəsi. Son 4 saniyə Şarabolet edəcək və bu da son. Bu da son əziz. Üçüncü rounda bakalım. 3-cü round çox gərgin keçdi əslində. Statistikaya nəzər salaq. Beləliklə. Mənim fikrimcə üçüncü round daha üstün, sonra Magomedov yox. İkinci roundda da onun üstünlüyü var idi. İkinci roundda da üstünlüyü var idi və üçüncü... Kimdən yana bu qərar veriləcək? Çox maraqlıdır. Sen kalktın, nasıl kalktın?